və sonra da səsimizi çatdırmağa çalışırıq, hansı ki, danışa bilmədiyimiz dildə səsimizi çatdırmağa çalışırıq və bu da təbii ki, səsimiz eşidilməyəcəkdir və ilk öncə təbii ki, gürcü dilində danışmaq, gürcü dilini öyrənməliyik ki, biz səsimizi çıxarda bilək, istəklərimizi yox da, yəni əslində hak etdiyimizi, amma biz hak etdiyimizi istək kimi görürük Əslində çox maraqlı bir yerə toxundun. Səsimizi çıxarda bilməyimiz üçün gürcü dilini öyrənməliyik dedim bayaq və sistem bizə gürcü dilini öyrətmir. Yəni əslində bir necə deyim, ardıcıllıq şəklində baxsaq bu mövzuya, yəni məqsəd də tamamilə demək olar ki, bəlkə də odur. Yəni əslində Biz səsimizi çıxarmayaq deyə bizə gürcü dilini öyrətmirlər. öyrənmək üçün gürcü dilini öyrənməyimizi tələb etməyimiz üçün gürcü dilini bilməyimiz lazımdır. Cümlə öz-özlüyündə paradoksdur. Səsimizi çıxartmaq üçün gürcü dilini öyrənməyimiz lazımdır, amma öyrənməyimizə bilmirik. ehtiyac var. Onu öyrənməyimiz üçün başqa bir mübarizəyə, bu mübarizə üçün artıq başqa bir mübarizəyə ehtiyacımız var. Çox maraqlı reallıqdayıq həqiqətən.